Salam dostlar, bugün sizinle 2025-ci ilin blok imtahanına düşən test tapşırığının izahına baxacaq. Tapşırıqda deyir ki, aşağıda göstərilən iqlim diaqramının aid olduğu iqlim yarımtipinin yayıldığı fiziki coğrafi rayonlar və bizə bir iqlim diaqramı verib, aşağıda isə 6 fiziki coğrafi rayon. Yəni, əvvəlcə bu iqlim yarımtipinin hansı olduğunu müəyyən edək. Bunun üçün iqlim diaqramına baxırıq və iqlim diaqramına baxsaq görə bilərik ki, bizə orta illik yağıntının 1402 mm, orta illik temperaturun isə 14 dərəcə Celsius olduğunu göstərir. Biz bilirik ki, bu iqlim diaqramı Lənkəran şəhəri üçün xarakterikdir. O halda iqlim tipləri xəritəsinə baxsaq görərik ki, Lənkəran şəhərində yayı quraq keçən mülayim isti iqlim yarımtipi yayılıb. Bu yarımtip Azərbaycanda daha iki yerdə, Böyük Qafqazın cənub-şərq yamacında və Kiçik Qafqazın cənub-şərq yamacında yayılıb. Biz iqlim tipləri xəritəsindən də istifadə edərək müəyyən edə bilərik ki, bu iqlim yarımtipi Lənkəran fiziki coğrafi rayonunda, Böyük Qafqazın cənub-şərq yamacında yerləşən Şamaxı fiziki coğrafi rayonunda və Kiçik Qafqazın cənub-şərq yamacında yerləşən Qarabağ fiziki coğrafi rayonlarında yayılmışdır. Və biz doğru cavabın Lənkəran, Qarabağ və Şamaxı fiziki coğrafi rayonlar olduğunu müəyyən etdik. Yəni, doğru cavab C variantı olmuş olur. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımızın davamı üçün izləmədə qalın.